Xaqanilik 2. bölüm Məd Xaqani öz həyatında məddahlığın aqibətini yaxşı duydu. Dünyanı təsvir etməyə qadir olan bir şəxs şahları vəsf etdi. Həm də onu yüksəltməli, özünü alçaltmalıydı. Təbiətin bütün rəngləri həmin şəxsin səmavi portretinə sərf edilməliydi. Sevinclə, kədərlə, arzuyla, sevgi ilə dolu olan bu gözəl və mürəkkəb dünyada yalnız şahı görmək, dünyadan ayrılmaqdır. Ölçülü ehtizazdır, dəbdəbəli təbdir, pafoslu yalandır. Məddahlıqda sonsuz bir özünü inkar var. Başqasını məd eləyən özünü itirər. Qələmin gücü ilə şəxs zirvəyə qalxır və təbiidir ki, şair ona aşağıdan baxır. Bir insanın qəlbində məğrurluqla məddahlıq necə barışır? Məddahlıq danışanda məğrurluq susur. Şahənşahın ayağını öp, aman tacı gərəksə, can tilsim istəyirsən, mənu çöhrü məd elə. Şahı məd etmək üçün şair təravətli obrazlar tapır, şeiri əlvan bənzətmələr muncuğu ilə bəziyir, dahiyanə bədii ustalıq, sönük məzmuna bəlağət libası geydirir, coşqun pafos, soyuq tərənnümü isitməyə çalışır. Təklik sevən bir sufidir şah qılıncı. Bil, anla, alır hər vaxt dəstəmazı, su ilə yox, o qanla. Yaxud ordu sürü, dövran çoban, qoçdu şahın bəxti, inan. Qayğı çəkən hər bir çoban, qoç saxlayar, can bəsləyər. Məddahlıq şeiriyyətin məhvidir. Çünki şeiriyyət ən böyük həssaslıqdır. Şeiriyyət mövcudluqdur. Məddahlıq oyundur. Şeiriyyət insanın həqiqətə qovuşmasıdır. Məddahlıq yalana. Şeiriyyət müdriklikdir. Məddahlıq mənəvi korluq. Şeiriyyət heyrətdir. Məddahlıq hilə. Şeiriyyət təbiiliyin, məddahlıq təmtərağın zirvəsidir. Şəni, günəş tək saçdı nur. Dərbənd işıqlandı odu. Üç zülmət içrə san sudur. Hikmətdə Yəzdan birləşir. Yaxud, şah ümmandır. Onun atı bir atəşin nəhəngdir. Dəniz kimi bu nəhəngi bəzəmişdi cəvahir. Bu sətirlərdə biz təmtəraq, dəbdəbə zirvəsi ilə qarşılaşırıq. Şahın böyüklüyü adətən günəş, ümman, səma, meh kimi ülvi obrazlarla səciyyələndirilir. Ancaq burada həmin ülvilər öz əsil, ilkin mahiyyətlərini itirirlər. Çünki ülvilikdə bir əvəz edilməzlik var. Günəş ona görə ülvidir ki, onu heç nə ilə əvəz etmək olmaz. Məddə günəşin gücsüzlüyündən yox, şahın qüdrətindən bəhs edilir. Burada günəş adi bir vasitəyə çevrilir. Tədricən ülvilik normativləşir, son nəticədə yoxa çıxır. Qəribə bir vəziyyət yaranır. Şahın qeyri-adiliyini vəsf etmək üçün günəş yerə indirilir. Bununla da ülviyyət öldürülür. Çünki əsl ülvinin müqayisəyə ehtiyacı yoxdur. O öz işığı ilə işıqlanır. Göydən yerə enən ülviyyət yerdəkini səmaya qaldırmır. Sənətkarlıq sözü qüvvəyə mindirməkdir. Məddahlıq sözü qüvvədən salmaqdır. Biz vurğunuq sənə, sən də dilbər aynə. Seyr eləyirik səni, səni seyr eylər aynə. Bu sətirlərdə əsil məhəbbət yoxdur. Burada şair öz ürək sözlərini izhar etmir. O, yerinə düşən, xoşa gələn, bəyənilən sözlər seçir. O, yaradıcıdan daha çox ifaçıdır. Məd yarışının iştirakçısıdır. Bu yarışın sənətkardan asılı olmayan qayda qanunları var. Şairin məqsədi
şahı hamıdan yaxşı vəsf etməkdir. Bunun üçün o, bütün ustalığını işə salmalı, təbii, təxəyyülü süni surətdə hərəkətə gətirməli, ehtirası süni surətdə coşdurmalıdır. Burada yalançı ehtizaz, yalançı vəcd, yalançı səmimiyyət hökm sürür. Aynə gördü surətini, sən öz hüsnünü, səndən betər vuruldu sənə aynə. Ayninə vurulma sən, ey aynəpərəst. Qəlbim sınar, sənə ola aşiq, gör aynə. Şairin aynəyə qısqanması, səmimiyyətin gözəl nümunəsi ola bilər. Beləliklə də, məddahlıq xüsusi, gərgin psixoloji hal və əhvali ruhiyyə tələb edir. Bu əcaib oyun, bu fəlakətli özündən ayrılma nə üçündür? Məğrur Xaqanini şahı məd etməyə vadar edən nə idi? Şair həmin suala bir sözlə cavab verir. Çörək. Əslində Xaqani şeirində çörək anlayışı çox mənalıdır. Burada çörək, şan-şöhrət, dəbdəbəli fərqlənmədir. Vüqarın, ləyaqətin yerlə yəksan edilməsidir. Mən bir pələng ikən it olum, bir də it kimi. Qaçsam çörək dalınca bu gündən sonra, çörək. Bu sətirlərdə dəhşətli hiddət gizlənir. Ləyaqət tapdalananda heysiyyət üsyan edər. İt kimi çörək dalınca qaçmaram sözündə, çörək dalınca qaçmağın mənəvi əzabı, işgəncəsi yaşayır. Həsrət qalım günəş üzünə, ay camalına. Baxsam sənin dalınca, gözüm kör ola, çörək. Buradakı daxili hərarət, patetika, peşmançılığın dərinliyini çox gözəl ifadə edir. Çörək yemək şairə son dərəcə ağır başa gəlib. O təhqir olunub, onun heysiyyətini tapdalayıblar. Bu iki misranın arxasında məşəqqətli bir ömür, cəhənnəm əzabına düçar olmuş bir insan həyatı durur. Çörək uğrunda çəkilən mənəvi əziyyət o qədər üzüntülüdür ki, şair bir də həmin həyata qayıtmayacağını ürəyinin bütün hərarəti ilə, coşqun pafosla bəyan edir. Daxili patetika daim artır, hiddətli pafos şerə sığmır. Düşsün başım aşağı, dəyirman suyu tək. Açsam ağız, çörək desəm, ey bivəfa, çörək. Çörək şairə o qədər ağır başa gəlib ki, şairin dərdini danışmaq üçün ən emosional obrazlara, ifadələrə müraciət etməli olur. Nəticədə möhtəşəm və əzəmətli obrazlar silsiləsi yaranır. Ahu kimi düşüb çölə, daim ot otlaram. Qoy verməsin bu kənddə mənə, kəndxuda çörək. Burada peşmançılıq haray səslənir. Ürək yandıran, sinəyə dağ çəkən haray. Bir an susmayan, güclü, gür haray. Şahdan çörək uman, dilim olsun dilim dilim. Verdi çörək yerinə, mənə 100 cəfa çörək. Əsil, böyük özünə qayıtma, adətən əsil, böyük ehtirasla bağlı olur.